Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcməin və bə'd. Deməli, biz inşallah bir təzə kitaba başlamaq istəyirəm Allahın izni ilə. Bu kitab sədəqəyə, Allah yolunu xərcləməyə həvəsləndirmək adlanır. Şeyx Muhammed Səid Rəslanın da Həfzəllahın gözəl bir kitabsadır. Həqiqətən də bu Ramazanda ən çox ehtiyacımız olan kitablardan biridir. Ehtiyacımız olan məsələlərdən biridir. Və Şeyx Xutbəzül Həccədən sonra buyurur ki, əmmə bə'd, sonrasına gəldikdə ilk öncə Peyğəmbər sallallahu aleyhi və səlləmin əl açılığından danışır. Burada da Peyğəmbər sallallahu aleyhi və səlləmin necə ki İbn Abbas radiyallahu anhu vəsf edir, buyurur ki, fəqad əxracül Buxari və Müslimun an İbn Abbasin radiyallahu anhumə qal. Buxari və Müslimin təxric etdiyi, yəni rəvayət etdiyi İbn Abbas radiyallahu anhudan gələn hədisə buyurur ki, İbn Abbas Peyğəmbər sallallahu vəsf edərək buyurur ki, kənə Rasulullah sallallahu aleyhi və səlləm əcvədən nəsi bil xeyri və kənə əcvədə mə yəkunu fi Ramazanə inə yəlqahu Cibril. Deyir, Peyğəmbər s.ə.v insanların ən səxavətlisi idi və ən çox səxavətli olduğu vaxt o Ramazanda Cəbrail əleyhissalamla görüşdükdə olardı. Və kənə yəlqahu fi kulli leylətin min Ramazan və yudarisuhul Qur'an və onu hər gecə onunla görüşər və Qur'anı oxuyardılar və Qur'anı tədris edərdilər. Və Rasulullah sallallahu aleyhi və səlləm əcvədə bi xeyri min rihil mursələ və Peyğəmbər sallallahu aleyhi və səlləm xeyrə, səxavətliyi külək kimi idi. Yəni, necə ki, külək surətli idi, əslində xeyirli külək ki, hər şeyi əhatə edir, hər şeyə xeyrini çatdırır. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm səxavətliyi bir xoş küləyin əsməsi kimi idi. Bütün yerlərə öz səxavətin, əl-açılığın çatdırardı Peyğəmbər sallallahu aleyhi və səlləm. Və Şeyx buyurur ki, və sadaqada fi Ramazan ləhə məziyyətun və xüsusiyyətun və ləhə suvarun. Və Şeyx buyurur, həfizəhullah, Ramazanın da verilən sədəqənin özəllikləri, xüsusiyyətləri və növləri vardır, şəkilləri vardır. Minhə it'amut ta'am və onlardan biridir, yemək yedizdirməkdir. Və minhə təbdir-i saimin və həmçinin oruç tutanlara iftar verməkdir. Və həmçinin təfricil qurbil məkrubin, çətinlikdə olanları, sıxıntıda olan sıxıntıdan qutarmaqdır. Və minhə iyanətü mühtəcin və kulli zəlik min əcli təqarrubu ilə Rabbil aləmin. Və həmçinin ehtiyac sahiblərinə köməklik etməkdir ki, bu da Allaha yaxınlığı, aləmlər Rəbb olan Allaha yaxınlaşdıran ən gözəl əməllərdən biridir. Vallahu təbarək və təala fətəh aleyna əbvabul cudihi və kəramihi. Allah Subhanahu taala bizə öz səxavətliyini və kəramətliliyini qapılarını açmışdır bizlər üçün. Fədarra dar'u, yəni bu dövrdə deyir, bolluqdur, xeyirlər çoxdur. Və kəsra zər'u, və həmçinin deyir, əkinçilik çoxdur. Və əxrəcətil ardu kunuzəhə, və həmçinin yer deyir, bütün xeyirlərini çıxartmışdır. Yer öz kənizdə, öz küplərin yerdə olan maddələr çıxmışdır. Neft və qaz və ona bənzər maddələr çıxmır. Yəni, insanlar hər tərəfi bolluq içərisindədir. Həm heyvanatı sağıb xeyir içərisində olması, həm əkinçilik, həmçinin yerdən çıxartdıqları o mədənlərlə Allah Subhanahu böyük insanlar nə vermişdir? Xeyir qapılarını açmışdır. Vəfadatul əmvali bi əydin nəs və beləcə insanların əlindən mal çoxalmışdır, artmışdır. Və asbahul alətul ləzinə kənu lə yecidunə fi rəqadin minəl-iş buhətin minəl-rizq və hədil əməl və xeyrat ləti bi əydihim hiyə atiyyətun minəllahi azza və cəllə liyənzura min əynə tucmə və əynə tuda'u və fīmə tunfəqu. Az bir şey tapan ailələr isə bu günlər daha çox şey tapmış
və daha çox mala yiyələnmiş, bu da Allahdan bir onlara ətadır, bir paydır. Baxır, görür Allah Subhanahu taala görür ki, qulların bunu necə cəm edib, necə toplayıb və necə xərcləyib və necə bir münasib yerinə qoyacaq. Yəni Allah Subhanahu taala bu malı verməklə insanları böyük bir xeyir vermişdir, əta etmişdir. Bununla bərabər Allah Subhanahu taala bu malı verməklə bərabər onları necə xərcləməyi və necə qazanmağı, necə qazanacaqlar və necə istifadə edəcəklər və necə müəyyən olan, lazım olan yerlərə qoyacaqlar, onu gözləyir Allah Subhanahu taala. Bu mal elə belə yerə verilməmişdir və bu mal verilibsə, Allah Subhanahu taalanın bizlərdən bu malla necə davranışı, necə davranacağımızı da gözləyir. وقد وصف الله تبارك وتعالى عباده المتقين بعدة صفات منها أن في أموالهم حقا للسائل والمحروم. Allah Subhanahu taala müttəqi qullarını bir neçə gözəl sifətlərlə vəsf etmişdir. Onların ən gözəl sifətlərindən biri də Allah Subhanahu taala onlar öz mallarının haqqlarını onlardan istəyənlərə və istəməyənlərə verməsidir. Doğrudan da müttəqi olmaq böyük bir Allahdan lütfdir və hətta bir Ramazanın orucunun təşri olunmasında, bizlərə əmr olunmasında ən böyük qayə təqvaya yetişməyimizdir ki, təqva da insanı müttəqi edir. Təqva sahibi müttəqi adlanır. Necə ki Allah Subhanahu taala buyurur: "Kutiba aleykumus-siyamu kema kutiba alellezina min qablikum la'allakum tattaqun." Necə ki sizdən əvvəlkilərə oruç tutmaq vacib edilmişdir və sizə də vacib edilir ki, bəlkə təqvalı olasınız. Həmçinin təqva əhlinin xərcləmə metodu da, xərcləməkləri də, mallarını haqqını ödəməkləri də Allah Subhanahu taala bizə vəsf edir. Onlar necə malların haqqını ödəyərdilər. Və buyurur ki Allah Subhanahu taala: "Kanu qalilan minel-leyli ma yahca'un və bil-ashari hum yastagfirun və fi amwalihim haqqun lis-sa'il wal-mahrum." Və buyurur ki Allah Subhanahu taala necə Sədi rahmeullah öz təfsirində buyurur: "Və min afdalul ihsan fi ibadatil xaliq salatul leyl, dallatu ala ixlasi və tawatil qalbi və lisan və lihaza qala kanu." Və deyir ki, həqiqətən gecə namazı Allaha qarşı işlədilmiş ən gözəl ihsanlardandır ki, gecə namazı bu da qulun ixlaslı olmasında və qəlbinin yumuşaqlığından xəbər verir. Necə ki Allah Subhanahu deyir kanu ay muhsinin, yəni ihsan edənlər. Qalilan minel-leyli ma yahca'un ay kanu cuhu'uhum. Cuhu'uhum yəni onların gecə yatışı novmuhum bil-leyl qalil. Onların gecə yatması az olardı. Və əmmə əksərul leyl, yəni gecənin əksəriyyəti isə fəinnəhum qanitun li-rabbim, onlar Rəblərinə qiyamda keçirdədilər, ibadətdə keçirdədilər. Mə beynəs-salati vəl-qiraəti vəz-zikri vəd-du'a vət-tədarru. Yəni o gecəl qanit olmaq isə təkcə namaz deyil, namaz, qiraət, zikir, dua və tədarru, yəni qorxu içində özlərini hiss eləmələri, bunların hamısını əhatə edir. Yəni gecələri bu ibadətləri edərdilər. Və bil-əshari və səhərə çatdıqda əlləti hiyə qubil fəcr, o da sübhdən öncə vaxtdır ki, sübh namazından öncə vaxtdır ki, onlar o vaxta yetişdikdə hum yəstəxfirun, istiğfar edərlər. Allahdan bağışlanma diləyər. Fəməddə salatuhum iləsə, onların yəni gecə ibadətləri səhərə qədər davam edərdi. Sümmə cələsu fi xatiməti qiyamihim bil-leyl. Və sonra onlar gecə bu ibadətlərinin sonunda oturardılar və Allahdan bağışlanmaq diləyərdilər. İstiğfar muznib zənbəhu vəl-istiğfar. Deyir ki, özə günahkar qulun bağışlanma diləməsi. Subhanallah. Şeyx necə gözəl açıqlama verir o təqva əhlinin sifəti barəsində. Gecə ibadətə qalxarlar, gecəni ibadətdə, duada, qiraətdə, zikirdə keçirdərlər və səhərə yetişdikdə Allahdan günahkar qulun istiğfar etməsi kimi istiğfar edərdilər. Yəni ona görə insan əmələ müvəffəq olduqca, ibadətləri düz doğru yerinə yetirdikcə,
ibadətləri və sünnələr və gecə ibadətləri yerinə yetirdikdə insanda görürsən ki, subhanallah, gözəl bir abu-hava olur. Günahkar qul, günahlarını xatırlayır, qayıdır, tövbə edir. Və buyurur ki, وَلْ بِالْأَسْحَارِ فَضِيلَةٌ وَخُسُوسِيَّةٌ لَيْسَ لِغَيْرِهَا كَمَا قَالَ. Çünki səhər çağının elə bir gözəlliyi və elə bir xüsusiyyətləri var ki, başqa vaxtlarda yoxdur. Onlar Allah Subhanahu o həmin o gecə vaxtı ibadət edənləri وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ. Allah Subhanahu iman əhlini, taət əhlini yazır ki, səhər istiğfar edənlər. Səhər istiğfar edənlər. Və həmçinin bizə burada şahid olan yer odur ki, وَفِي أَمْوَالِهِمْ حَقٌّ. Yəni onlar öz mallarının haqqlarını verərlər. Vacib və müstəhəb. Yəni haqqı da ödəmək, malın haqqını əda etməkdə iki növdür. Vacib o zəkatdır və müstəhəb. Yəni xoşlanan insan öz malından istədiyi vaxt nəyisə çıxartması. Zəkat isə ildə bir dəfə insan öz mülkündən, qızılından, pulundan, heyvanatından çıxardılan vacib bir miqdardır. Listəil vəl-məhrum. Həm burada səil, yəni mühtəcin əlləzinə yetlubunə minən-nəs. İki növdür. Ehtiyac var ki, insanlardan tələb edirlər. Bir növdən kimlərdir? İnsanlardan istəməyənlər. Bir növ insanlar olardır ki, insanlardan istəyirlər, tələb edirlər, istər zəkat olsun, istər sədəqə olsun. Bir növ insanlar da var ki, onlar istəmirlər, istər zəkat olsun, istər də başqa kimi sədəqələr heç kəsdən dil açıb istəmirlər və yaxud da dil açmağını öz halları ilə bəyan edərək və yaxud da özlərini ehtiyac sahibi kimi göstərərək insanlardan nə isə istəmirlər. Hər iki halda bu möminlər, Allahın müttəqi qulları öz gecələri istiğfar namaz qılarlar, qiraətdə, ibadətdə keçirdikdən sonra səhər üzü istiğfar edərlər və öz mallarının haqqını ödəyərlər. Həm vacibi, həm də müstəhəbbi. Yəni bu Allahın müttəqi qullarının sifətidir. Və Allah Subhanahu bu qullara, halbuki bu kəramət əhli olan qullara, əl açıq olan qullar barəsində böyük vədlər vermiş və onlar böyük xoş aqibətlə onları müjdələmişdir. Va'adallahu azza və cəlle və huve cevadul kərim əlləzi la yuxliful miyad. Allah Subhanahu taala cavad olan, səxavətli və kəramətli Allah vəd vermişdir və Allah Subhanahu taala vədinə ixlaf çıxmaz. İnnallaha la yuxliful mi'ad. Allah verdiyi vədə xilaf çıxmaz. Nəyi vəd etmişdirsə, mütləq şəkildə o öz sahiblərinə yetişəcək, çatacaq. Va'adallahu bil xalq limen anfa. Allah Subhanahu taala kim xərcləyərsə, onun əvəzini verməyə vəd vermişdir. Yəni kim Allah yolunda nəyə xərcləyərsə, Allah Subhanahu onun əvəzini mütləq şəkildə qaytaracaq. Və Allah Subhanahu buyurur ki: "Və ma anfaqtum min şey'in fehuve yuxlifuhu." Şeyx Səd rahmeullah buyurur ki: "Nafaqatun vacibətun və mustahabbətun ala qarib, əv car, əv miskin, əv yetim, əv qeyri zəlik." Fehuve. Və buyurur ki, nə xərcləsəniz Allah yolunda, istər vacib və müstəhəb, istər qohuma verilən, istər qoşuya, istər miskinə, istər yetimə verilirsə, onun əvəzi mütləq şəkildə Allah tərəfindən veriləcək. Fələ tətəvəhhəmu ənəl infaq mimmə yunqisur rizq. Və deyir, elə düşünməyin ki, həqiqətən xərcləmək rızqı azaldır, naqisləşdirir. Bəl va'adallah bil xalq. Və əksinə Allah Subhanahu taala xərclədiyinizin əvəzin verməyi vəd vermişdir. Li'anna munfiqallazi yabsutur rizqa limen yasha və yaqdir. Çünki rızqı verən, kiminə bol, kiminə də rızqısını darlaşdıran Allahdır. Və huve xeyrur raziqin. O da ruzi verənlərin ən xeyirlisidir. Fatlubu rizqa minhu vəs'u əsbab. Və deyir ki, Allahdan rızqı diləyin və səbəblərinə tərəf gedin. Və təəmməl həzəl həs. Və deyir, bu düşünmək lazımdır həqiqətən bu yola. Nəfəqət etməyi, xərcləməyi. Və innəl munfiqə qad aqradallaha Teala kərim və ba'dahul mufada'a kəsirə kəmə qalə Teala. Allah Subhanahu həqiqətən o infaq edənə, Allaha gözəl borc verənə, Allah Subhanahu taala artıqlaması ilə qaytarmağı vəd vermişdir.
Məsəlullezine yunfiquna amwalahum fis-sabilillah kemeseli habbetin enbe'etet seb'a senabil fi kulli sunbulatin mi'ati habbe. Vallahu yud'if limen yasha vallahu vasi'un alim. Və Allah Subhanahu taala Allahın yolunda mallarını infaq edənlərin bir sümbülə bənzətmişdir. Necə ki bir toxum 7 sümbül verər və hər bir sümbüldə də 100 dənə olar. Və Allah Subhanahu taala istədiyinə də daha bol artırar. Çünki şeyx buyurur ki: "Vələmmə kana manul akbar minal infaqil xawfu imlaq." Axbar, çünki insanın xərcləməsinə, infaq etməsinə ən böyük qorxusu malının azalmasıdır ki, və Allah Subhanahu taala xəbər verir ki, "Ennel ğina vel faqr bil yedillah." Həqiqətən imkanlı, varlılıq da, kasıbçılıq da Allahın əlindədir. Və ennehu yaqbidur rizqa ala men yasha və yabsutu ala men yasha. Allah Subhanahu taala istədiyini ruzusunu azaldar, darlaşdırar. İstədiyin ruzusunu isə bollaşdırar, bol edər. Fələ yətəəxxəru mə yuridu infaqu xawfil faqr. Deyir ki, nəfəqə ehtiyacın şeyi gecikdirməklə. Qorxaraq ki, yəni malım azalacaq. Bəl bilginə ki, bütün qulların dönüşü Allahadır və Allah Subhanahu taala əcr edənlərin əcrin, mükafatını qarşılıqsız verəcək. Və sonra Şeyx Raslan Həfzələ davam edir və buyurur ki, bu Şeyx Sədi Rəhməllərin bu ayəyə verdiyi təfsiridir. Yəni Allah yolunda xərcləməyə ən böyük mane olan nədir? İnsanın malını xərcləməməsi ki azalacaq. Lakin Allah Subhanahu xərclənilən malının əvəzi mütləq şəkildə bizlərə artıqlaması ilə qaytarmağı vəd vermişdir. Və buyurur ki, Şeyx Raslan Həfzələ hədis gətirir, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisi ki, Əbu Hüreyrə radiyallahu rivayet edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mə min yawmin yusbihul ibadu fihi illa malakan yanzila feyaqulu ahaduhuma." Elə bir gün, qulların elə bir səhərlədiyi gün yoxdur ki, o gündə iki mələk enməsin və belə deməsin. Və onlardan biri o birinə belə deyər: "Allahumma a'ti munfiqan xalafan." Ey Allahım, xərcləyənə xərclədiyinin əvəzini ver yenə. Və həmçinin o biri mələk isə belə deyər: "Allahumma a'ti mumsika talafan." Ey Allahım, o malın sıxıb saxlayanı malını tələf etkinə. Və mə əzamlatan minallah rabbil ardı səmavati və ard. Allah Subhanahu taala verdiyi əta, yerin göyün Rəbbi olan Allahın verdiyi pay necə böyükdür. Bi'azamı deyir ki, "Əczələ atiyyə lil munfiqinə bi'azam mimmə ənfəq və da'afən kəsira." Fi-dunya və fil-axirə. Allah Subhanahu taala əta edənlərin, xərcləyənlərin əcrini artıqlaması ilə verəcəyini vəd vermişdir. Və Allah Subhanahu taala buyurur ki, "Mən zəlləzi yuqridullah qardan həsənə fəyudaifu lehu ad'afan kəsira." Kim Allaha gözəl borc verərsə, Allah Subhanahu taala onun qarşılığını artıqlaması ilə qaytarar. Və bu barədə Şeyx buyurur ki, "Fəl-əyatu fi infaq fi hass ala kəsirun ciddən." Deyir, ayələr çoxdur bu barəsində. Allah yolunda xərcləmək böyük bir xeyirdir. Bəzlul əmval fi İslam yuaddu cihadan fi səbilillah. Allah yolunda malın xərcləmək İslamda cihaddır. Bəl innəl cihad bil muqaddim və cihad bin nəfs fi cəmil ayət ləti varada zikrul cihad fihi illə ayətən vahidə fi qavluhu ta'ala. Deyir, əksinə bütün cihad ayələrinə baxdıqda biz görürük ki, malı xərcləmək öndə gəlir. Bir ayə istisnadır ki, o ayədə ki, Allah s.ə.v. "İnna Allah iştərə minəl mu'minə ənfusəhum və əmvaləhum bi ənə ləhum cənnə." Allah s.ə.v. müminlərdən canlarını satın almışdır. Ona görə nə var? Onlara cənnət vardır. Yuqatiluna fi səbilə və yaqtulun. Onlar Allahın yolunda öldürər və ölər və öldürərlər. Və Şeyx buyurur ki, burada fəhunə qaddəmə nəfsə aləl-məl. Burada nəfsi Allah Subhanahu taala önə çəkmişdir. Yəni o kəslər ki, nəfsin, yəni Allah yolunda mallarından da keçər və canlarından da keçər. Və Allah yolunda öldürərlər hətta ölənə qədər. Baxmayaraq başqa ayələrdə Allah Subhanahu taala malı önə çəkmişdir. Sadaqa fi afdalı qurbət və hiyə afdalı minəl cihad la siyəm izə kana zamanun məca'atin və tunfiq alə məhavic
xassatan izə kənə sahibi iyəli. Deyir, insanların mallarını xərcləmək ən gözəl cihadlardan biridir, ən əfsəl əməllərdən, Allaha yaxınlaşdıran qürbətlərdən biridir. Xüsusən də aclıq devrində, insanların ehtiyacı olduğu devirdə və həmçinin ailə sahibi olan, uşaq sahibi çox uşaqlı ailələrə bunu vermək çox gözəldir və çox əfsəl bir əməldir. Əv izə kənə min qarabət, hətta innəl həccə nəfil əhgəndir, hətta bəzən nafilə həcdən belə daha yaxşıdır. Çünki elə bir vaxt gələ bilər ki, şeyx buyurur ki, yəni o nafilə həcc, vacib həcc deyil, nafilə həcc. Yəni insan bir dəfə həcc edib, 2 dəfə nafilə həcc istəyirsə, bunun da əgər aclıq devridirsə, həccin biraz gecikdirməsi daha münasibdir, insanları, yəni ehtiyac içərisində olduqları sıxıntıdan çıxartsın deyə. Fəs-sadaqatu təfricul qurbəti və iğna anis-sual və işba'i cə'i. Deyir, sədaqə insanların nədir? Sıxıntı sahiblərinin sıxıntısını aradan qaldırmaq və istəyənlərin vermək və həmçinin ağacları doydurmaqdır. Və fərhatul lis-sagirin, və həmçinin kiçik uşaqlar üçün sevincdir ki, və ifəvli usratin ən yübəlir, və həmçinin ailələrin də namuslarını, qiriyyətlərinin satmasına qarşısını almaq üçün, iffətli olması, namusları olması üçün böyük bir səbəbdir ki, çünki onlar, bəzi qadınlar, Allah hidayət versin, öz irzlərin bir neçə dirhəmə görə satırlar. Və bu da müsəlman, yəni sədəqələrin Allah yolunda xərcləyənlər bu şeyləri etdikdə, bu çox, həmçinin uşaqların sevincinə, acların doymasına, ehtiyac sahiblərinin ehtiyaclarının arasında gelmədə, həmçinin insanlar, üsraların, müsəlman ailələrinin namuslarının qorunmasına gətirib çıxardır. Fis-sadaqatu sururun yədxulu alə qalbi şeyxə, həmçinin qoca, yaşlı adamların qəlbinə sevinc daxil edir. Və bununla kifayətlənək, Allah Subhanahu işdə faydalanır etsin və inşallah Allah Subhanahu nəsib edərsə gələn dərslərdə qalanları zikr edərik. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammed.